İmam Sadiq əleyhissalamın dövründə bir xanım, mömin bir xanım idi. Öz ərinə deyir ki, mən imam üçün darıxmışam, İmam Sadiq üçün. Gedək Mədinəyə, imamı görək, ziyarət eləyək. Bəsrədən, ya Küfədən, ya indi Xurasandan bu tərəflərin adamları idi. Yola düşürlər, o çətinlik dövrüdür, bilirsiniz, o vaxtı, indiki dövr kimi deyil. Vəsiyyət edib çıxırdılar ki, bilmirdilər geri qayıdacaqlar, qayıtmazlar, bunun qulduru var, yolda itməyi var, tufanı var, vəhşi heyvanlar var və s. Vəsiyyət edib çıxırlar. Mədinəyə çatanda, Mədinəyə çatmamış, az qalmış, bu xanım xəstələnir və düşür ölüm ayağına. Əri başlayır ağlamağa, deyir, ağlama, tez get özünü imama çatdır və de ki, yoldaşım gəlmişdi sənin ziyarətinə, Mədinəyə az qalmış, xəstələnir, ölüm ayağındadır. Amma istəyir səni görsün. Bu qaça-qaça gəlir Mədinədə, imamı tapır, ziyarət eləyir, başlayır ağlamağa. Ne üçün ağlayırsan? Hal qəziyyə belə. İmam buyurdu ki, get, xanımını da götür, gəl bura. O səni gözləyir. Bir qalxı imam o ölüm ayağındaydı, bəlkə də indi ölüb. Deyir, sən narahat olma, get. Gəlir, görür ki, xanımı sağ salamatdır. Onun yolunu gözləyir. Necə oldu? Axı, sən ölürdün, vəsiyyət elədin falan. Buyurdu ki, mənlə ölüm ayağımdaydım. Əzraili də görürdüm. Amma birdən-birə İmam Cəfər Sadiq əleyhissalam gəldi, özünü çatdırdı və Əzrailə buyurdu ki, ona möhlət ver. Əzrail də onun cavabında belə buyurdu. Nəam, əyyuhəl imam. Baş üstə, bəli, ey imam. Görürsünüz? O imamdır. O təkcə insanların imamı deyil, o mələklərin də imamıdır. O bütün aləmin imamıdır. O Allahın xəlifəsidir. Biz bu şeylərdən cahilik də, bu şeylərdən çox qafilik. Elə bilirik ki, yox, bizi heç kəs görmür. Biz hər şey eləyə bilərik. Hər şey itir batır və heç kəsin xəbəri olmur. Xeyr. Bu danışdığım əhvalatı Əllamə Şeyx Kuleyni Kafi kitabında nəql eləmişdir.